Herkese salam aleyküm. Azadlıq metrosuna 15 dəqiqə çatmaq üçün bax bu yolun başından bu düz barmağımı tutduğum yerdən 30 metr məsafədə 41 nömrəli avtobus işləyir. Azadlıq metrosuna bu tərəfə də çıxışı Binəqədi Sentralniyadır. Yoldan 30 metr məsafədir. Çox gözəl bir yerdir. 3 sotun içində obyektli, tam olaraq obyektli salondur. Salondan heç bir əşya çıxmır. Baxın, olduğu kimi necə var, elə də qalacaq. 2 yerlik hər bir şey var. Arendaya da verə bilərsiniz. İstəyənlər özü də işlədə bilər. 3 sotun içindədir. Sənəd, bələdiyyə sənədidir. Yer olaraq çox gözəl bir yerdir. Əla bir yerdədir. Hündür kürsülü. Həyətdən də salona girmək olur. Çöldən də daxil olmaq olur. Su daimidir. Sağda bakır izləri qoyublar. Baxa bilərsiniz, buradan da giriş var. Podvallı evdir. Evin kombisi, suyu, qazı, hər bir şey var. Quru podvallı, hündürdür. Qızdaş üstündədir. Buraları yumaqdan bu günə qoyublar buranı. Sənəd bələdiyyə sənədidir. Ətraflı göstərim həyəti bacanı. 2 maşın rahat şəkildə daxil ola bilir, yerdə qalır. Koridor sistemidir. Bu evin zal hissəsidir. Kifayət qədər genişdir. Pəncərəsi öz həyətinə baxan bir evdir. Bu evin mətbəxidir, çox genişdir. Böyük bir otaq boyu da var. Bu evin yataq otağıdır. Yataq otağı da kifayət qədər də genişdir. Pəncərəsinin qarşısı açıqdır. Baxa bilərsiniz. Həyətində arxada yerdə saxlayıb ki, öz həyətidir, arxasıdır. Bura ikinci yataq otağıdır. Kombi, radyatör, hər bir şey var. Yaşayışlı evdir. Bu evin hamam hissəsidir. Hamam sana özel bir yerdədir. Evin sənədləri, bələdiyyə sənədidir. Arxiv arayışı var. Yola yaxındır. Evin qiyməti startı 115.000 manatdır. Hazır obyektli evdir. İstəyənlər əlaqə saxlasın, səhifəni takip etməyə tələsin ki, yeni çıxan evlərlə tanış ola biləsiniz.